Xoş gördük. Yenidən sizinləmiş olduğu kimi mənəm həkim, psixoterapevt, yalan və bədən dili üzrə ekspert Elnay Rəhimov, Tambovski. Səmimi xahişlə qeyri-səmimi xahiş arasındakı fərqi necə ayırd edə bilərik? İlk öncə söhbət əgər səmimi xahişdən gedirsə, burada ilk öncə niyyət tərtəmiz olur və fikir açıq, aydın olur. Yəni, sən dəqiq başa düşürsən ki, söhbət nədən gedir. Və əgər səmimi xahiş varsa, burada əməkdaşlıq var. Mən də xeyir götürüm, sən də xeyir götür. Və əgər səmimi xahiş varsa, burada hörmət var. Yəni, mən sənə bir şəxsiyyət olaraq hörmət edirəm. Əgər səmimi xahiş varsa, burada eyni zamanda seçim azadlığı da var. Necə ki, mən düşünən, hiss edən, davranan varlığamsa, qərar vermə azadlığına sahibəmsə, qarşı tərəfdə düşünmə, hiss etmə, davranma və qərar vermə azadlığına sahibdir. Yəni, mənə yox cavabı da verə bilər. Mən də eyni zamanda öz növbəsində ona yox cavabı vermək haqqım var. Məsələn, bunu bir kəlmə ilə belə qeyd eləmək olar. Xahiş etsəm mənə yardım edərsinizmi? Burada hər şey açıq aydındır. Yəni, insan sizə hə cavabı da verə bilər, yox cavabı da verə bilər. İndi gəlirik qeyri-səmimi xahişə. Qeyri-səmimi xahişdə ümumiyyətlə insan davranışları və niyyəti çox vaxt gizli və məkirli olur. Onu qeyd eləmək lazımdır birincisi. Və ən əsas məsələ cümlə dolaylı, qeyri-müəyyən və manipulativ şəkildə deyilir. Əgər qeyri-səmimi xahiş varsa, burada əməkdaşlıq yerinə bir tərəfli çıxar maksimizasiyası var. Yəni, qarşı tərəf elə davranmalı, düşünməli və hiss etməlidir ki, saxta xahiş edənin xeyrinə hərəkət eləsin. Hətta öz arzularını, istəklərini və ehtiyaclarını təxirə salmaq belə olsa. Yəni, nəticədə insana hörmət olunmur. Hörmət olunmursa demək ki, nədir? O, subyekt kimi yox, bir obyekt kimi qəbul olunur. Yəni, bir şəxsiyyət kimi qəbul olunmur. Və bu durumda insanın artıq seçim azadlığı da yoxdur. Yəni, o bir mənalı olaraq hə cavab verməlidir. Əgər hə cavab verməsə, aqressiyanı alacaq. Əgər hə cavab verməsə, elə bir vəziyyətə gətiriləcək ki, o özünü günahlandırsın. Əgər hə cavab verməsə, elə bir vəziyyət yaradılacaq ki, o özündən utansın. Və yaxud da elə bir vəziyyətə gətiriləcək ki, o cəzalandırılsın. Ya fiziki şiddət, ya tərk edilmə, itirmə qorxusu və ilaxır və s. Başa düşürsünüzmü? Bunun misalını belə qeyd edeyim. Əgər sən məni sevsəydin, bilərdin ki, mən nə qədər əzab çəkərəm və sən mənə özün yardım edərdin. Cümləni baxırsınızmı, cümlə necədir? Yəni, xahiş edirəm mənə kömək elə hara? Bilirsən, əgər sən məni sevsəydin, sən bilərdin ki, mən nə qədər əzab çəkirəm, özün mənə yardım edərdin. Birbaşa günahkarlıq və utanma duyğusunu nə eləyir? Pompalayır. Dolayı yolla təsir eləməyə çalışır ki, sən onun dediyini yerinə yetirəsən. Diqqətinizə görə minnətdaram. Sağ olun.